Hər vaxtınız xeyir olsun. Biz deməli hal-hazırda Goranboy rayonu istiqamətindəyik. Deməli bu ərazilər düşmənlə təmas xəttində yerləşir. Bu ərazilərdəki kəndlər gün ərzində elə bu saatın özündə də ara-sıra buradan atəş səsləri eşidilir. Səhər saatlarından etibarən Goranboyun Tapqaraqoyunlu kənd istiqaməti, eyni zamanda bizim olduğumuz Ağcakənd kənd istiqaməti, Hacıallı qəsəbələri və digər kəndlər intensiv düşmən atəşinə tutuldu. Bu ərazilərdə düşməndən atılan intensiv atəş nəticəsində mülki evlərə, insanların şəxsi təsərrüfatlarına bir xeyli ziyan dəyib, evlər demək olar ki, böyük hissəsi yararsız vəziyyətə düşüb. Amma buna baxmayaraq insanlarda bu saatın özündə də, olduğumuz ərazidə də insanlarla biz söhbət aparırıq. Onların özündə də, eşidirsiniz, hal-hazırda da səslər bu ərazidən eşidilir. Televiziya tamaşaçılarına nə qədər çatır bu səsləri biz bilmirik, amma biz burada açıq-aydın şəkildə eşidirik. Onu deyim ki, yəni insanlar ruh yüksəkliyi, kənd cəmaatı olduqca böyük ruh yüksəkliyi var onlarda. İnsanlar Azərbaycanın vətən uğrunda apardığı haqq davasında daim Azərbaycan ordusunun yanındadılar, ona güvənirlər və inşallah tezliklə qələbənin bizimlə olacağına əmindirlər. Ona görə bugün tam rahatlıqla öz evlərində oturublar. Heç yana getmək barədə belə düşünmürlər, ağlına belə gətirmirlər bu məsələni. Hal-hazırda gün ərzində apardığımız müşahidələr hal-hazırda bunu deməyə əsas verir və bu istiqamətdə, yəni Goranboy rayonunun təmas xətti ilə yerləşən istiqamətində müşahidələrimiz bundan sonra da davam edəcək. Gecə saatlarında da bu prosesi biz izləyəcəyik və ən son xəbərləri, dəqiq informasiyaları sizə və tamaşaçılara çatdıracağıq. Hələlik bizdən çatdıracağımız informasiyalar bu qədər və müşahidələrimiz davam edir. Hələlik bu qədər çatdıra biləcəklərimiz. Buyurun, söz sizdədir.